Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Qax şəhərində elm gününə və AMİA-nın 80 illiyinə həsr olunmuş elmi praktik konfrans keçirilib. Əvvəlcə iştirakçılar Heydər Əliyev Mərkəzində Regional Elmi Mərkəzinin fəaliyyəti və qazandığı uğurlardan bəhs edən sərgi ilə tanış olublar. Ardınca tədbirdə çıxış edənlər ölkəmizdə elmin inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib, qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Konfransda daha sonra Regional Elmi Mərkəzinin alim və əməkdaşlarının təqdimatında bu elm ocağının ayrı-ayrı şöbələrinin 2024-cü ildəki elmi və elmi təşkilati fəaliyyətləri haqqında məruzələri dinlənilib. Fikir mübadiləsi aparılıb. Biz belə bir ənənə ortaya qoymuşuq ki, hər il bir regionun bir şəhərində, bir mərkəzində belə bir hesabat, yəni keçən elmi tədqiqat ilində görülmüş, alınmış nəticələrin, müvəffəqiyyətlərimizin hesabatını verək. Bu, yəni həm də bizim elmimizin populyarlaşmasına, yəni bizim tanınmağımıza çox böyük kömək eləyir. Yəni bizim əsas məqsədimiz odur. İkinci, bu problemlərimizin əsasını həll etmək, yəni hal-hazırki iqtisadi məsələlərin həllənməyə köməklərimizi göstərmək, yeniləşən dünyanın, qloballaşan dünyanın suallarına cavab vermək üçün biz bugün ictimaiyyətlə üzə gəlmişik.